Salam, axşamınız xeyir olsun, əziz futbol sevərlər və futbol azarkeşləri. 100% futbol verilişinin növbəti buraxışı efirdədir. Studiyada Bəhruz Musayevdir. Bu həftədə də Azərbaycan futbolu və futbolumuzda çatışmayan cəhətlər siz azarkeşlər üçün müzakirə edəcəyik. Hər həftə olduğu kimi bu həftədə də verilişimizin sualı var. Sualımız isə belədir. Kamran Ağayevin bağışlanmasına münasibətiniz necədir? Bildiyiniz kimi Kamran Ağayev Xəzərlənkəran klubunun əsas heyətindən uzaqlaşdırılmışdı və bu həftə Kamran Ağayev rəhbərlik və baş məşqçi bağışladı, yenidən komandaya qayıtdı. Bununla bağlı fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Birazdan əlaqə nömrələrimizdə efirdə əks olunacaq və həmən əlaqə nömrələrimizə zəng edib öz fikirlərinizi bildirə bilərsiniz. Hər zaman olduğu kimi bu həftədə də verilişimizin qonaqları və futbol ekspertimiz olacaq. İlk növbədə futbol ekspertimizi sizlərə təqdim etmək istəyirəm. Təqdim etmək istəyirəm deyəndə hamının tanıdığı Həsən Abdullayevdir futbol ekspertimiz və Gəncədən iki mənim yaxın dostum bugün verilişimizə təşrif buyurub. Həm də həmən iki yaxın dostum da mehriban düşmən adlandırıram onları. Çünki həm də bir-birlərinə münasibətləri və bir-birlərinə olan hörmətlərindən irəli gəlir bu münasibətlər. Azad Rəfi Kəpəz televiziyasının İdman şöbəsinin şef redaktoru. Axşamın xeyir olsun Kazad. Hər vaxtınız xeyir. Elmar Əliyev Kəpəz fan klubunun rəhbəri. Elmar müəllim, axşamın xeyir olsun. Bir daha xoş gəlmişsən verilişimizə. Bu gün də maraqlı müzakirələrimiz olacaq. Həm Həsən müəllimlə birgə, həm qonaqlarla Azad Rəfi və Elmar müəllimlə birgə maraqlı müzakirələrimiz olacaq. Həm çempionat oyunlarına toxunacaq və həm də bilirsiniz, qarşıdan Azərbaycan milli komandası səfərdə Rusiya ilə görüşəcək. Həmən oyunla bağlı fikirləri də bizim verilişimizdə izləyə bilərsiniz. İlk növbədə çempionat oyunlarına keçmək istəyirəm. Çempionat oyunlarının ilk oyunumuz Azal Xəzərlənkərandır. Həmən oyunla bağlı video süjetimizi izləyək. Sonra vaxt irəlilədikcə, süjetləri irəlilədikcə maraqlı müzakirələrimiz, söhbətlərimiz olacaq. İlk növbədə Azal Xəzərlənkəran görüşü turun ilk oyunlarından biri və həmən görüşdə Lənkəranlılar qara zolaqdan çıxaraq səfərdə Azalı 2-0 hesabı ilə məğlub etdilər. Azal Arenada baş tutdu görüş və Xəzərlənkəran səfərdə 2-0 hesablı qələbə qazandı. İlk növbədə Azaddan başlayaq. Azad, bu oyunu necə qiymətləndirərdin? Ümumiyyətlə, Lənkəranda bu görüşdə yaxşı təsir bağışladı. Çünki bu görüşdə məğlub olsaydı Lənkəranlılar çox güman ki, Yunus Senov postundan istefa verib gedəcəkdi. Ancaq Xəzərlənkəran 2 top vuraraq Skarlatakenin 2 qolu Lənkəranlıları səfərdə 3 xalı qazandırdı. Bu oyunla bağlı fikirlərini bilmək maraqlı olardı. Xəzərlənkəran bilirsiniz ki, son dövrlər, yəni çempionatda uğurlu start verə bilmədi və komanda, belə deyək, böhrandadır. Və Azalla oyun cənublar üçün dönüş nöqtəsi olmalı idi və düşünürəm də ki, oldu da Lənkəran bu oyundan sonra hər halda özünə gəlməyə bacaracaq. Amma mən belə bir söz deyərdim ki, artıq Yunus Senovun bu komandada varlığından yoxluğu bir qədər şübhəlidir. O mənada ki, komandanın baş məşqçinin köməkçiləri klubdan uzaqlaşdırılır və baş məşqçi qalır. Dünya futbolunda həmişə müəyyən bir hadisələr baş verir, amma biz deyirik ki, bu dünya futbolunda olan bir hadisədir. Amma Azərbaycan futbolunda baş verənlər hər halda dünyada heç bir bunun nə analoqu var, nə ataloqu var. Çünki düşünürəm ki, belə bir şey yoxdur ki, klubun baş məşqçinin köməkçilərini uzaqlaşdırırlar klubdan. Komanda zəif oynadığına görə baş məşqçinin postunda saxlayır. Əlbəttə, birinci olaraq baş məşqçini uzaqlaşdırırlar, ondan sonra baş məşqçiyə hörmət əlaməti olaraq onun köməkçiləri də klubdan istefa verib gedir. Yunus müəllimə düzdür, hamımız yəni çox şey gözləyirdik Xəzərlənkəranda
düşünürdük ki, yəni Yunus müəllimin Xəzər Lənkəran klubunun baş məşqçisi keçməsində mətbuat işlərində böyük bir dəstək var idi. Bəli, Yunus müəllim yəni sıradan bir məşqçi deyil ki, elə sizin Yevlağın Karvanın əldə etdiyi bütün uğurlar onun adı ilə bağlıdır. Yəni gözəl məşqçi var, bacarığı var. Hər halda yəni bu futboldur, alınmaya bilər. Karvanda bütün uğurları sən qazanırsan, gedirsən Xəzər Lənkəranda komandanı böhrandan çıxarda bilmirsən. Yəni bax bu məsələlərə görə mən hər halda düşünürəm ki, yəni Yunus müəllim Xəzər Lənkərandakı işi bir qədər sual altındadır, bir qədər tək mənim yox, elə bir çoxlarının ürəyincə deyil. Yəni Xəzər Lənkəranda Azalla görüşdü, Azal da çempionata çox gözəl başlamış bir komandaydı və heç gözlənilmirdi ki, Azal evdə bu rəqib önündə büdrəsin. Hər halda yəni sürprizlər qaçılmazdır və futbolda hərdən belə nəticələr qeydə alınır. Amma Xəzər Lənkəranın mən bu il stabil oynayacağını gözləmirəm. Çünki son pillələrdə idi komanda. Və hələ yaranışından belə bir şey olmamışdı ki, Xəzər Lənkəran Azal'la görüşə kimi turnirin cədvəlində sonuncu pillədəyik. Yəni belə bir şey olmamışdı. Və Xəzər Lənkəran adına, maliyyət dayaqlarına belə deyək, yaraşmayan yerdədir. Hazırda da, yəni çempionatda da hazırda elə bir yüksək yerdə deyil. Bu klub o klublardan olmalıdır ki, daim çempionatda birinci, ikinci yerləri belə bölüşdürsün. Bəs Azal'ın çıxışını necə qiymətləndirirsən? Komanda sən qeyd elədin ki, yaxşı başladı çempionata, ancaq Azal yəni uğurlu çıxışını yenə sürdürəcək. Azal'ın çempionatda əldə etdiyi nəticələr düşünürəm ki, yaxşı olmalıdır. Çünki komanda komplektləşib, komandanın Vaqif Saldıqov kimi baş məşqçisi var. Yəni bu belə deyək, Xəzər Lənkəran məğlubiyyət Azal'ın mən qoy inciməsin Lənkəran tərəfi, yəni mən bunu sırf təsadüflə bağlayıram. Təsadüflə. Yəni Azal asan uduzulası və keçiləsi komanda deyil. Qələbənin özü mənim üçün şübhəlidir. Mən açıq deyirəm. Gözlənilməz məğlubiyyət. Mən elə bilirəm ki, o nöqtədə sınma nöqtəsi idi və Yunisə kömək lazım idi. İndi taliyin qismətimi, hakimlərin qismətimi, özünün qismətimi, Yunis yaxşı olan kimi bəlkə də görünməz Tanrı başına sığal çəkdi. Xilas edici rolunu oynadı. Amma baxmayaraq o oyuna baxdım, heç də Azaldan üstün oynamadı. Qaldı bayaq dediyi sözə qaydıram, üzr istəyirəm, yersini daxil eləmədisə, onsuz sual verəcəydiniz, bu daxili yoxdur. Qaldı Yunus Hüseynovu göylərə qaldıran biri mənəm. Təkcə mən yox, mənim şəxsimdə Yunus sevərlər. Çünki özü gənc məşqçi kimi azatmadım. Bu buna layiq olur. Amma indi gəlin o görünməyən tərəfə də bax. Yunus həddən artıq mülayim, elə Fuad İsmailovun prototipidir. Hamı ilə mehriban, əcnəbilərə güvənən, yerlilərə güvənməyən, xarakteri bu da. İndi gəldi belə deyək, Yevlağı çempion İlyası məşqçi Turanda xal itirdi və uzun marafonu boşa verdi. Nə mani oldu ona? İndi mən onu da bilirəm, mani oldu. Və komandanın deməli oyuna kökləyə bilməmişdi. Ki, bir xal sizin taleyinizi həll edir. Qaldı Karvanı yüksək liqadan çıxartdı, standartı çıxartdı. Bəs buralar niyə demirsiniz? Zakir Mahmudovun məşqçilik istedadı çox böyükdür. Və mən onun keçdiyi məşqlərə qibtə edirəm. Nə qədər gördüyüm məşqçilər var, mənim üçün iki böyük məşqçisi var. İki böyük. Əli Rəhmanov, Allah ona rəhmət eləsin. Əli Rəhmanovdan sonra Ağasəlim Mirzavadov. Azərbaycana gəlib getmiş məşqçi, o da mən demişəm, Hərbi Ərzun yanındasın. Nə qədər ki, Allah canını sağ eləsin, Azərbaycan xalqının öz xalqına bəxş elədiyi belə bir oğul, Mübariz Mənsubov var, Lənkəranda futbol olacaq. Nə qədər Lənkəranın o fan klubu var, o atmosfer var, fanatlar var, futbol var. Amma yadınızda saxlayın, siz məndən gəncsiniz. Heç vaxt Mübariz Mənsubovun qoyduğu paraları geri qaytaran olmayacaq. Ora belə bir yerdir ki, hərə bir oğuz, bir qismət, bir nə qədərsə alıb gedəcək və Xəzər Lənkəran Lənkərana fayda verən olmayacaq, belə fikirləşdim ki, götürüb aparacaqlar. Yox, o komandanı düzəltmək üçün, indi bayaq deyirsək, o vaxtda belə deyim vardı, açıq, pul harda Ağasəlim Mirzavadov vardı. Sonra gördülər çempion Lir Şəmkiri, buranın nefsini dedilər, çempionluq harda Ağasəlim Mirzavadov orada. Amma belə ifadə yoxdur, çempionluq harda Yunus Hüseynov orada. Düzdürmü? Əgər gəlib getmiş məşqçilərə qiymət verirsə, Kara qarışıq, Pasulko qarışıq, kimlər gəlib getməyib buradan? Bilirsə, kimlər gəlib getməyib. Amma nəticə nə olub? Lənkəran üçün Ağasəlimdən sonra məşqçi tapılmayıb. Çünki o gəlmə futbolçuların psixologiyasını tutmaq daha çətin. Ağasəlim Mirzavadov yerlilərə güvənib və yerlilərlə də istədiyindən nail olub.
Kim gəlmə oyunculara güvənirsə, o taleyi tükdən asılı məşqçidir. Mən tamamilə onun əks tərəfində dururum. Bəs Azalla bağlı fikirlərini tam yekunlaşdırmadın Azad, buyur. Azalla bağlı, yəni dediyim kimi, Azalın da bu məğlubiyyəti sırf təsadüfdən irəli gələn bir məğlubiyyət idi. Düşünürəm ki, Azal çempionatda ilk altılığa asanlıqla daxil ola biləcək klublardan olacaq və komandanın o ki qaldı, yəni mükafatçılar sırasında yer almayacağına hər halda biz buna mayda biləcəyik. Bəs sənin fikrinə bilərdik, Elmar müəllim, bu Azal Xəzərlənkəran görüşlə bağlı Xəzərlənkəranlar səfərdə vacib olan 3 xalı qazandılar. Həm Həsən müəllim də qeyd elədi, həm Azad bildirir ki, bu Yunus Senin postundan getmək ehtimalı daha yüksək idi və bu görüşdə Lənkəranlar 2-0 hesabı ilə qələbə qazandılar. Buyurun. Azad demədiyini mən deyim. Əvvəla salam mülük, axşamınız xeyir. Burada 1-0 irəli keçdi. Azadın ürəyi doludur, nəsə salamsız, azsız başladı. Yunus müəllimə təbrik düşür. Əsas o idi ki, 3 xal qazandı. Yunus müəllimə təbriklər. Bəs Azalın çıxışını necə qiymətləndirirsən? Azal da pis rəqibdir. Azal da axır oyunlar yaxşı oynayır. Amma indi futbolda elə bir şeylər olur. Hansı güclü də oldu, amma Xəzərlənkəranı təbrik edirəm. Həsən müəllim, ümumiyyətlə Xəzərlənkərandan danışmışdım, bunu keçməmək olmaz. Kamran Ağayevin yenidən komandaya qayıtması. Bayaq Azad müəllimlə bir söhbət elədik bu mövzuda və fikrimiz üstə düşdü. Mən yenə deyirəm, buradan da deyirəm. Özünə hörmət qoyan məşqçi dediyi sözü geri götürməz. Böyüyağa Ağayevin böyüklüyü ondadır ki, dediyi sözü geri götürmür. 2 sözü var. Sən Orxan Sadıqlıya güvənmişdin, Kamal Bayramova güvənmişdin, axıra qədər güvənəydin və pəncərədə də bir futbolçu transfer edərdin. Onsuz da Rahim Mehtevində havadadır, yəni yerli qapısını istəsən götürərdin, daha səviyyəli. Mənim üçün çox maraqlıdır. Rövnəq Abdullayev xahiş eləyir, Mübariz Mənsubova. Belə hallar olur. Məsələn, Hafız Məmmədov, Sadıq Sadıqova aralarındakı münaqişə Bakı klubunda olanda belə hallar olur. Bu təbiidir. Bu Azərbaycan sayağıdır da. Mən ölüm, sən ölü var. İndi xahiş eləyir ki, Kamran Ağayev dedikdə Azad ikimiz də bir ki, onu qəbul elə, o millinin oyuncusudur və lazımdır. Deyən görüm, millinin oyuncusu Nəzirov olsa nə olur? Stamatenkeviç gedir. Əgər orada Kamran Ağayev neftçidə dursa nə olar? Millinin oyuncusu olmur. Nəzirov haqqında demək istəyirəm. Ramiz Məmmədov qeyd etmişdi ki, Nəzirov milli komandaya layiq bir futbolçudur. Hal-hazırda performansı da yüksək səviyyədədir. Milli komandanın əsas qapıçı olmaq ola bilər. Mən nəyi deyirəm? Bayaq Azadla dediyimiz sözü bax burada deyirəm ki, Azad ilə danışdı. Bunun milli komandanın üzvü olmaq üçün məşqçinin ayaqlayıb keçməlidir. Məşqçini elə Ramiz müəllim demişdən, Ramiz müəllimimiz xəttədir. Ramiz müəllim, axşamınız xeyir olsun. Ramiz müəllim bizlə danışan Qəbələ Futbol Klubunun baş məşqçisi. Ramiz müəllim, bağışlayın, bu axşam vaxtı sizi narahat elədik. Bilirəm, işləriniz yoğundur, gərgindir. Bu Qəbələ Klubunda dəyişikliklə bağlı bir fikrinizi bilərdik sizə. Komandada əhval-ruhiyyə hansı səviyyədədir? Buyurun. Konkret olaraq əhval-ruhiyyədən yoxsa? Yox, ümumiyyətlə komandanın son durumu ilə bağlı. Yəni bu günləri Qalasının azarkeşləri, futbol sevərləri hamısını salamlayıram. Komandaya gəldikdə isə, komandada bu günləri əhval-ruhiyyə. Hər təzə məşqçi gələndə bilirsiniz ki, futbolçular biraz toparlanırlar. Təmbəllikləri demək olar ki, atılır kənara, canı-dildən işləyirlər. Yəni o hava artıq demək olar ki, əvvəlki o dəmir nizamından yenə də öz yerindədir. Oyunlarda da artıq fərq yaranmaq üzrədir. Ona azarkeşlər, futbol mütəxəssisləri daha çox bilərlər. İnşallah gələn oyunlarda bu məşqlərimizdə də fürsət düşüb 15 gün milli komandanın oyununa əlaqədar olaraq təlim məşq toplanışı keçirik. Komandanın fiziki durumunu inşallah maksimum müddətdə çatdırmalıyıq. Ramiz müəllim, bir azarkeş mənə sual ünvanlamışdı ki, bilirlər ki, bugün sizlə canlı bağlantı yaradacağıq. Məndən dəfələrlə soruşdu, Lüba Baraninin komandaya qayıtması ehtimalı varmı? Belə bir danışıqlar olacaqmı? Açığı deyim ki, düzdür. Bu gündən yaşamaq olmaz futbolda, ancaq ona qərar vermək çox çətindir. Bu günləri mən komandada olan hər bir futbolçuma sağ ol deyirəm. Hamısı can dildən, yenə deyirəm, həm məşq edir, həm oyunlara köyməkdirlər. Bu günləri mən yetərli futbolçularım var. Yanvar ayına qədər inşallah yaşayaraq görərik. İntizamı olan futbolçunu mən uzaqlaşdıra bilərəm. Ancaq mən hər bir futbolçumdan
məşqinə, bu günləri, nizam-intizamına, oyuna görə razıyam və heç kimdən hələ yollarımı ayırmaq fikrimdə deyiləm. Gələcək yolunu göstərir inşallah. Ramiz müəllim, bəlkə bir sualıma da cavab verəsiniz. Buyurun. Siz Bakıdan xal gətirdiniz ya itirdiniz? Biz 2 xal edirdik Bakıda. Çox sağ olun. Mən elə hesab edirəm ki, siz düz deyirsiniz, doğrudan da xal itirdiniz. Yəni, biz Bakıda lazımı olan 2 xal edirdik. Ramiz müəllim, çox sağ olun zənginizi fikrinizi bildirdiniz. Telefon xəttində Qəbələ klubunun yeni baş məşqçisi Ramiz Məmmədov. Ramiz müəllimə və köməkçilərinə uğurlar arzulayırıq. Keçək digər oyunumuza. Digər oyunumuz isə Kəpəz Qarabağ görüşüdür. Gəncədə baş tutdu bu oyun. Ancaq bu qarşılaşmada qalib müəyyənləşmədi. Görüş başladığı kimi də sona çatdı. Kəpəz 0, Qarabağ 0. Kəpəz Qarabağ görüşündə qalib müəyyənləşmədi. Elmar müəllim, sizin fikrinizi bilmək olardı. Çünki stadiondaydınız, Azərkeş qrupu ilə birgə komandanı dəstəkləyirdiniz. Fəal idi. İstəyirdim ki, çox fəalsınız. Kəpəz Qarabağ görüşü ilə bağlı fikrinizi bilmək maraqlı olardı. Kəpəz Qarabağla oyunda Azərkeşlər sevinci həddi yoxdur. 8000 tamaşaçı izləyib oyunu qeydə alınan sayı görə. Bəli, 8000 tamaşaçı yazıblar. Amma çox olardı, eləmi? Çox, haradasa bir 10.000 zad olardı, 8.000 yazıblar. Amma oyuna keçək, əsas Mahmud Qurbanov gələndən komandamız qələbə çalır. Qəbələ oyunda, Rəvan oyunda, Qarabağ oyunda da özünü göstərdi ki, Ramiz Mahmud Qurbanov gələndən komanda əhval ruhiyyə yaxşıdır. Azərkeşləri sevindirir. Biz əsas Azərkeşlərə nə lazımdır? O lazımdır ki, komanda uğursuz olağı deyirlər, bundan çıxıbdır. Bütün Azərkeşlər hər oyuna getdikcə Azərkeşlər də artır komandanı dəstəkləyir və Mahmud Qurbanova inanır. Belə baxanda cavan uşaqlardır, yerli uşaqlardır, hamısı canla başla oynayırlar. Biz inanırıq ki, Neftçinin oyunda da komandamız qələbə çalacaq. Neftçi bilməlidir ki, bu Kəpəz nə Apoeldir, nə Partizandır, bu Kəpəzdir və biz Neftçi bunu dəqiq bilməlidir, Kəpəzdir. Qarabağ onları udublar, siz də udabilirsiniz. Bəli, biz udmağa gedirik, inşallah qələbə də çalacaq Allahın köməklə. Qaldı ki, bir zaman verilişdə Azad müəllim demişdi ki, bilmirik ki, bu fan klub neçə yerə döyüşür. Mən Azad müəllimə demək istəyirəm ki, bunu dəqiq bilsin və dərk eləsin. Mən bir nömrəli varsa Azərbaycanda Kəpəz komandasında ona balet eləyirəm. Yoxsa Neftçiyə balet edirəm. Neftçi Avroligada, Çempionlar Ligində nəinki Neftçi ayrı bir komandalarımızı oynayar. Biz Azərbaycanlı kimi borcumuzu o komandanı dəstəkləmək. Qaldı ki, Turan bölgə komandamızı Yevlaxla çıxarsa, Yevlaxla oynasa bizim borcumuzdur ki, bölgə komandalara balet eləmək. Bir söz demək istəyirəm sizə, Elmar. Mətbuatda yazılan bir sual idi ki, siz Qəbələ ilə oyun vaxtı yox idi stadionda. Bəzi mətbuat qurumları yazdı ki, siz Neftçi ilə APL həmən vaxtı oynayırdılar, yoxsa həmən görüşü Neftçinin oyunu izləməyə getmişdiniz. Bax, belə bir sual ünvanlamış. Belə bir şey həqiqətə uyğundur. Onu Azad kimi, Rəşad Fərhadoğlu kimi jurnalistlər yazar. Yəni, mən onu dəqiq hissə demək istəyirəm ki, onu mən həmən günü toydaydım Bakıda. Mən yenə deyirəm, Kəpəzin oyunlarını Kəpəz burada oynayırdı, Neftçi oynayan vaxtı VZŞ mən getmədim oyuna. Ayın 4-ü oyunlar vardı. Gördünüz ki, mən Kəpəzin oyununa balet elədim. Çünki bir nömrəli komanda varsa mənim üçün Kəpəzdir. Şadlı ilə bunu səhv salmayın da, Faiq Şadlı başqa şeydir. Bunlar özləri ara qarışdırandır bu jurnalistlər. Elə bilirlər ki, biz də ara. Biz sadəcə... Şadlıya nə döşəmirsiniz, Azad müəllim? Bilsin nətərdir, şadlıya döşəmək məsələsi belədir. İnsan gərək kiminsə haqqında danışanda ya gərək onun səviyyəsində olsun və yaxud da ondan üstün olsun. Faiq Şadlının hansı səviyyədə olduğu bütün ölkədə məlumdur. Yəni bu insan nə azarkeşdir, nə bir şeydir. Yəni bu, mən onu... Pul ver, nə deyirsən eləyim. Pul ver, nə deyirsən eləyim. Yəni Yevvaxtdan görmüşük, tanımışıq.
Bakıya gedib, Interə gedib, ora gedib, bura gedib. Yəni bu insan əgər Qeyd eləsiniz ki, Ağasəlim Mirzə, pul harda, Ağasəlim Mirzəvodov harda, onda pul harda, Faiz Şadan. Bəli, yəni bəli, onun eləmi? haqqında danışmağa mən heç özümə rəva bilmirəm ki, yəni öz fikirlərimi ona Konkret olaraq bu oyunla bağlı bir də ünvanlanan Elmarın verdiyi sualla bağlı. Belə mi, həqiqətə uyğundurmu Elmara qarşı hansısa bir verilişə gələndən Gəncədə belə bir... Biz orada bir dənə plakat daşmışdıq, qoy mən deyim. Mən gördüm onu. Qurban Eminlə Bəxtiyardan qorxur. Qorxur. Və fərqi yoxdur, biz Eminsiz də, Bəxtiyarsız da komandada biz belə bir xal yox, 3 xal götürdük Qarabağ üzərində. Necə götürdünüz? 3 xal götürdünüz. Bizim üçün 3 xaldır bu. Bir xal Qarabağını oynamaq bizim üçün 3 xaldır. Qarabağ azalı 6 top Yox, Qarabağ zəif saymayaq da. Sumbayatına uduzur. Yox, Elmar müəllim bayaqdan deyir ki, Neftiyə ki, Kəpəz nə partizandır, nə Hapoeldir, nə odur budur. Sonra deyir ki, Qarabağdan bir xal götürmək 3 xala... Mənim üçün o cavab məni qalır. Yəni bu fikirlər artıq tərs Qarabağdan mütənasibdir. Mən bir kəlmə bir söz deyim. Biz bayaqdan burada verilişdəyik və Kəpəz heç də Qarabağdan əsgə komanda deyil. Elmar mənim yanımda... 7 nəfər Azərbaycanlı oynuyor. Mən demirəm Qarabağ. Gəncəli, yəni son oyunda da yəni Gəncəlilərin sayı 7 nəfər Azərbaycanlı. Soxuydu. Bilirsiniz necədir? Qoy mən bir söz deyim. Bəhruz bizi Mehriban düşmən kimi təqdim elədi. Mehriban düşmənlər kimi təqdim. Elmar, dinləmək mədəniyyətin olsun və dinlə, yəni yanında oturana da fikirlərinə. Yəni bir şeydən başlayım. Salamlaşmaq söhbəti belədir ki, hər halda Elmar belə şeyləri bilməz. Çünki o televiziyada yox, bazarda çalışır. Və televiziya mədəniyyətində belə bir şey var. Yox. Bu kimi verilişlərin aparıcısı Bəhruz Musayevdir və Bəhruz bilir ki, bu SMS verilişi deyil ki, biz xalqa müraciət edək, xalqı salamlayaq, dəstək gözləyək. Verilişin sükanı Bəhruz Musayevin əlindədir və Bəhruz salamlaşanda o bir növ elə bizi xalqa təqdim eləməklə həm də onu göstərir ki, yəni bunlar da sizi salamlayır. İkinci Ümumiyyətlə Azad, sözünü kəsirəm. Elmara qarşı hansısa jurnalistlərin orada bir, deyim, hansısa bir Elmarı yoldan çıxartmaqmı, reysdən çıxartmaqmı, belə bir tənqidi... İnsan əgər bu günləri haqdan danışırsa... Çünki bir jurnalisti adı qeyd elədin, Rəşad Fərhadoğlu. Yəni, Rəşad barədə mən heç nə danışmıram. Yəni, onun yerinə də kiməsə cavab verəsi deyiləm. Çünki onun yerinə də heç nə yazmamışam. Bu da Rəşaddan da geri qalan deyil. Yəni, belə bir söhbət var. Qoy mən sizə deyim, Elmar veriliş bura gələndən, yəni biz yolda bir yerdə gəlmişik, sağ olsun. Bizim Tural Zara adlı qardaşlarımız var, onlarla bir yerdə gəlmişik. Yəni, Elmar yol boyu mən hiss edirdim ki, Elmarda haradasa bir gərginlik var, psixoloji sarsıntı var ki, Azadla eyni efirə çıxacam və Azad mən nə deyə bilərəm, mən ona nə argumentlər gətirə bilərəm. Yəni, mən belə özünü tərifləmək kimi olmasın, yəni, həmişə yalan bir şey danışmıram, yalan bir şey də yazmıram. İnsan gərək haqqı deyirsə də, sözdə də, əməldə də bunu yerinə yetirsin. Yazılarınızda görürəm bu səmimiyyəti. Bəli, yəni ki, əgər Elmar bugün danışır ki, azarkeşlər bizi tənqid edir, azarkeşlər belə yazır, azarkeşlər elə yazır, biz Elmarın etdiyi hərəkətlərə uyğun onu yazırıq. Elmar əgər bugün deyir ki, mən bir nömrəli Kəpəzin azarkeşiyəm, bir nömrəli Kəpəz sevərəmsə də, Kəpəz sevər, bir nömrəli azarkeş, bir nömrəli amigo, Kəpəzin oyunu günü toyda nə gəzirdi? Yox, üzr istəyirəm, toy elə bir şeydir ki, sənin ondan qalmaq, gəlin futboldan kənara çıxmayaq, amma bir söz deyil. Bu insan özünü, Həsən müəllim, bu insan özünü futbolun Kəpəzin xəstəsi adlandırır. Bəli. Bəlkə toyda da onun rəyi orada qalıb. Yeyib işləyir, bilmir ki, nə yeyirsin. Kulağına apar yeyir. Kulağına bir söz deyil. Biri var insanların yaxın adamı ola, yaxın adamı ola. Məsələn, mən deyirəm ki, yaxınıdır, ona görə toya gedir. Üzr istəyirəm, gələk siz ət-qırtlarda oturarsınız, yaxınsınız. Qoy deyim, boksçular ringə çıxanda görüşürlər da, elədirmi? Sonra bir-birini alqana qarq edirlər. Çıxanda yenə görüşürlər. Siz görüşməz ringə çıxdınız. Mən arzu edirəm. Biz efirdə düşəndə də elə damadın gözü qabağında bir-birimizin əlimizə sıxacaq. Bu problem deyil. Yəni, bu boksun qaydasıdır. Biz istəkanlar da biraz aralı olur. Mən bunu sübut eləmək istəyirdim ki, bu Azad müəllimə. Yəni, mən bilmək istəsəniz bir nömrəli Kəpəz komandasının azarkeşiyəm. Nə Turan azarkeşi deyirəm, nə Neftin azarkeşi deyirəm. Mən bir kəlmə söz deyim. Bizi indi Bakıdan Adil Məmmədov adlı bir şəxs izləyir. Həmsə fan klubunun rəhbəridir. Elmar Əliyev Gəncədə belə bir söz deyib, şəxsən mənə deyib, şəxsən Gəncəli Azərkeşin yanında deyib ki, bu insan əslən Tovuzludur, aşağı Quşçu kəndinədir. Deyib Kəpəzlə Tovuz oynayanda, Turan oynayanda, dildə Kəpəz, ürəkdə Tovuz. Yox, bu tərsinə deyil. Ürəkdə Kəpəz, dildə Tovuz. Yox.
Dildə kəpəz, ürəkdə. Əgər öz Allahı varsa da və Adil Məmmədov da bizi eşidirsə də, xahiş edirəm, zəng eləsin, desin ki, Azad səhv deyir, yoxsa Elmar səhv deyir. Adil müəllim sən deyənə, sən çünki sənin ştatniki, səninlə bir yerdə işləyir o, ona görə sən işləyir. Nə qədər də olsa, Xəmsə fan klub, Kəpəz fan klub, qardaş fan klublardır demək olar. Yox, mən təkəm. Elmar, xahiş edirəm, O gəldiniz addendir, mən verilişi, təkəm. bazara, yəni şou Qaytaraq bu məsələ qalsın. İnşallah bu məsələni geniş həftə mövzu şəklində. Yəni mətbuat və Amma mən ürək sözlərimi dedim buna, çatdırdım ki, bu bilsin. Konkret olaraq Azad Kəpəz Qarabağ görüşünə qayıdaq. Bu oyunla bağlı sən də izləyirdin, mən də stadiondaydım, izlədim. Buradan stadionda mən 3 futbol azarkeşi ilə yan-yana əyləşmişdim. Onları buradan demişdim salam göndərəcəm. Sübhan, Amil və Əli. Futbol azarkeşləri bizim verilişimizin daimi sakinləridir, bir də Rəşad. Buradan onları salamlayıram. Mənlə bir yerdə o daşın üstündə, stadionda o daş oturacaqdır. Sən stadionu daşına deyəndirmə. Bu rahat kresloda. Rahat kresloda oturub oyunu izlədik. Sağ olsunlar ki, mənə də dəstək oldular. Oyunun bəzi epizodları mən diqqətimdən yayınanda onlar mənə kömək elədilər. Azad, oyunla bağlı izlədin, yaxından izlədin, stadiondaydın. Bu oyunla bağlı fikrini bilmək maraqlı olardı sənin də. Bilirsiniz, Kəpəz haqqında yalnız son dövrlər komandanın əldə etdiyi uğurlara görə xoş sözlər demək olar. Çünki hər şey ortadadır. Bugün Kəpəz evdə və səfərdə istənilən rəqiblə başa-baş futbol oynayan bir oyun sərgiləyir və komanda bugün Qarabağla da xal götürdü. Yəni Kəpəzin belə deyək, əvvəlki devri deyil ki, Kəpəz evdə bütün rəqibləri xalsız yola salsın, kimliyindən asılı olmayaraq. Yəni Kəpəzin artıq mövqeləri zəifləyib, amma bununla belə komanda bugün ayağa qalxmağı bacardı və Mahmud Qurbanovun gəlişindən sonra Kəpəzdə görülən işlər, aparılan islahatlar, yəni hər şey göz qabağındadır. Kəpəz haqqında yəni bugün komandanın çıxış elədiyi nəticələrə uyğun olaraq yalnız xoş sözlər demək olar. Amma bu demək deyil ki, yəni Kəpəzdə belə deyək, yəni hər şey yüksək səviyyədədir. Amma yüksək səviyyədə olmasa da, yəni hər şey elə pis də deyil və yaxşılığa doğru gedir və nəzərə almaq lazımdır ki, Kəpəz Mahmud Qurbanovun komandası, yəni qurduğu komanda deyil. Bu Fuad İsmayılovun komandasıdır və futbolda da belə arqumentlər, belə həmişə səbəblər çox tutarlıdır. Əsasdır. Yəni biz Mahmud Qurbanovun komandasını yanvardan sonra inşallah görəcəyik. İnşallah, amma bir şey yaddan çıxartmayın. Düz istəməsən Fuad İsmayılovun vaxtında 4 yerli idi, qalanı 7-si gəlmişdi. Bəli, yəni, İndi 7 yerli oyunçu oynayır. Bəli, yəni o Mahmudun kəşfləridir. əvvəlki verilişlərdə mən bunlara toxunmuşdum. Ona görə bir daha yəni təkrarsız olmasın. Elşən Gəncədən bizə zəng edib Azad. Onun fikirlərini bilək, futbol azarkeşidir. Axşamın xeyir olsun Elşən. Axşamınız xeyir, bəxtəlmən. Sənin fikirlərini bilmək maraqlı olardı bir Gəncə azarkeşi kimi. Buyur. Həsən müəllimi salamlayıram, Azadı, Elvan müəllimi. Çox sağ ol. Mən Kamran Ağayev məsələsinə toxunmaq istəyərdim. Buyur. Bu məsələdə mən başa düşə bilmirəm ki, Xəzərlənkəran klubunun baş məşqçisi Mübariz Mənsurovdur, yoxsa Yunus Hüseynov. Əgər bir komandanın prezidenti öz baş məşqçisinə hörmət qoymursa, bu komandada demək olar ki, nizam-intizam deyilən bir şey yoxdur. Çünki Yunus Hüseynov Kamran Ağayevi uzaqlaşdırır, daha sonra Rövnək Abdullayevin xahişi ilə komandaya geri qaytarılır. Bu nə dərəcədə düzgündür, mənə çatmır. Bir də Azad müəllimin sözünə fikir bildirmək istəyərdim. Azad müəllim deyir ki, ürəkdə Turan, dildə isə Kəpəz. Mən bəzi insanlar, bəzi baş məşqçilər deyirlər ki, ürəklərində istəyirlər ki, klubumu çempion etmək istəyirəm, ancaq əməlində görsən ki, bu əmələ gələ bilmir. Ancaq Elvan müəllim də o düzgün deyil onsuz da, ancaq ürəyində yenə də Turan desə, əməllərində görsən ki, bu insan sırf Kəpəz üçün çalışır. Mən bunu demək istəyərdim. Kəpəzin özünə gəldikdə isə Kəpəz yüksəlişdədir, çox gözəl oyun nümayiş etdirir, gənc futbolçulardır. Ona görə də artıq Mahmud Qurbanovu indidən təbrik etmək olar. Elşən, çox sağ ol zənginə görə. Elşənə bir söz deyim. Elşən, sağlaşaq Elşəndən. Buyurun Həsən. Sağ olur. Ya Elşən eşitsin yəni. Əgər bugün Kapello deyil də, təbiidir ki, Yunus Hüseynov Kapello deyil. Kapello olsaydı və oradan Lənkərandan həmin günü veşvüşünü yığardı, elə Azad müəllim. Və Azərbaycan tarixində... Heç Kapello olsaydı, ona bu sözlər deyilməzdi. Yəni, deyirəm, Kapello deyil. Kapello deyil də ola bilməz, düz deyirsin. Amma mən istəyərdim Azərbaycan futbolunda elə bir məşqçi olsun və desin ki, bu Kamran Ağayev, bu da sən. Düzdürmü? Kamran Ağayev dahi olsa da, Lev Yaşin olsa da,
Sakir Süleymanov olsa da, nə bilim kimlər deyək. Ay kişi, əvəz olunmaz şəxs yoxdur. Bu günləri Kamran Ağayev məşqçi ilə birincişə çıxırsa, özünə orada ayrıca bir dəstək yaradıb məşq edirsə, Yunus Hüseynova üstdən aşağı baxırsa, özünə hörmət qoyun. Bayaq siz dediniz ki, gərək o Zakir gedəndə, Ramazanov gedəndə, o jertva, yəni qurbanlıq qoyun onları verməyəydi. Özü onlarla bərabər gedir. Əskər Abdullayev kişi adamdır. Moruz Əzimovla işləyib həmişə. Özü gedib, Əzimov gedib, eləmi? Biz bunu tarixən görmüşük. Özünə hörmət qoyan məşqçi, onun köməkçisi gedir. Köməkçi niyə gedir? Bayaq sən dedin. Ona görə də Yunus Hüseynov keçsəydi, yəni onu həvəskara demək istəyirdim. Yunus Hüseynov bugün sevərdin, sevməzdin Azad, sən de. Təbii ki, sevirərdi. Daha çox hörmət Daha çox hörmət olmalı. Bütün futbol həvəskarları sevərdi. Bəli. Onsuz da biz uzduruq. Kamran Ağayev oldu qapısı, ya da Aqil Məmmədov oldu. Bəli. Elədirmi? Kəş qapısı olsun da qoy meydan çadır. Qaydaq Kəpəz Qarabağ görüşünə sən mənim fikirlərinizi bilmək maraqlı olardı. Kəpəz Qarabağ haqqında sizin hər üçünüz oyunda iştirakçısınız, görmüsünüz. Mənə də xatirələrimi... Gənc futbolçularla bağlı. Mən 7 nəfər hər tərəfdən Azərbaycanlı oynayıb və bu oyunun vurğunu olmuşam. Qaldı bayaq deyək Xəzər Lənkəran Azal, 3 oyunçu yerli birindən o da Sibaşçının hesabına. Niyə tərif eləyək biz Xəzər Lənkəranı? Həqiqətin gözünə düz baxaq. Hələ Yunus Hüseynov Yevlaxda bir futbolçu yetişdirmədi, bugün ona istinad eləyək. Xəzər Lənkəranda da bir yerli futbolçu meydançaya çıxmır. Amma bu Mahmud Qurbanov cəsarətlə yerli uşaqları meydançaya buraxır. Özündən sonra iz qoyub gedir. Məni Mahmud Qurbanov böyük futbola gətirir. Necə özü deyir ki, mən 9-cu sinifdə oxuyanda məni gətirdilər Kəpəz komandasına. Kramarenko. Bax, budur bax tarix. Telefon zəngimiz var, Həsən müəllim. Digər ona keçməmişsən. Hakim var. Sizin dostunuz Babək müəllim. Babək Quliyev. Babək Quliyev xəttədir. Allah axşamınız xeyir olsun Babək müəllim. Ay, axşamınız xeyir olsun. Axşamı xeyir olsun. Uzun fasilədən sonra yenidən sizi 100% futbol verilişində səsinizi eşitməyə şadam. Babək müəllim, ümumiyyətlə bu çempionatın son durumu ilə bağlı fikrinizi bilərdik. Hakimlərin son durumu ilə bağlı, çıxışları ilə bağlı izləyirsinizmi yaxından? İlk öncə Bəhruz müəllim sizi, Həsən müəllim sizi salamlayıram və RTV tamaşadan salamlayıram. Ümumiyyətlə, sualda gəlincə, ümumiyyətlə, Azərbaycan çempionat varmı? Mən belə sual verərdim sizə. Ümumiyyətlə, dünyanın heç bir yerində belə bir çempionat yoxdur. Bir komanda 5 oyun oynayır, bir komanda 6 oyun oynayır, bir komanda 7 oynayır, bir komanda 8 oynayır. Yəni, müstəqil Azərbaycan dövlətinin tarixinə baxanda, müstəqil AFFA yaranandan hələ belə çempionat olmamışdı ki, bu qədər oyunlar təxirə düşür. Bu çempionat haqqında. Qaldı ki, hakimlik haqqında mən nə deyə bilərəm? Bildiyiniz kimi bu 3-4 oyun ki, televiziya vasitəsilə canlı yayınlanmadı. Mən bu hakimlik haqqında bir şey deyə bilmərəm. Ancaq bu günləri saytların birində PFL prezidenti hakimlik haqqında çox düzgün bir, şükür Allah, artıq 4 il ərzində birinci dəfə düzgün bir qiymət verib. Yəni, hakimliyin, özünüz bilirsiniz ki, 2 tur dal-badal hakimlərin vərəqələrinin ləğv edilməsi haqqında Nizam İnsan Komitəsinin qərarları var və həqiqətən də burada hakimliyin də nə dərəcədə, necə yüksək olmadığının bariz nümunəsidir ki, bu günləri PFL prezidenti öz müsahibəsində bunu vurğulayır. Buyurun. Çox sağ olun Babək müəllim zənginə görə. İnşallah gələn həftə sizi biz verilişdə görmək istəyirik. Sizdən danışdıq. İnşallah gələn həftə 100% futbol verilişində Babək müəllimi görə bilərik Allahın köməkliyi ilə. Çox sağ olun zənginizə görə Babək müəllim idi. Babək Quliyev idi hakim. Həsən müəllim nəsə sual... Babək müəllimə dediyim, ancaq soruşardım ki, Babək müəllim, o Fəthullayev İntisam Komitəsi hakimin qərarını ləğv edir. Və sonra nəticəsi nə olacaq? O belə şeylər... Çünki Elçin Məmmədovun bir sarı vərəqəsi var idi. Bugün mətbuatda yazıldı ki, o epizodda sarı vərəqə vermişdi Rauf Əliyevə. Bugün o ləğv olunubdur. İndi Rövşən nədir? Ruslan Abışovda da həmin şey oldu. Bəli. Hakimin qərarını pozmaq nə dərəcədə gerçək? Keçək. Maraqlı bir şey var ki, yəni hakimin qərarını ləğv edirlər. Demək, bu hakim səhv elibsə də qarşıdakı turda bu, yəni meydana çıxmalı. İştirak etməli, bəli, bax məsələn cəzalanmalıdır. Amma biz həmin hakimi yenə çempionatın oyununda görürük. Bu bizi nəyə bənzəyir? Bu ona bənzəyir ki, uşaq səhv edir, uşağın başını sığalırlar ki... Eybi yox, gələn dəfə eləməsin. Gələn dəfə eləməsin. Eybi yox. Tamamilə düzdür. Eybi yoxla, yəni Lənkəran kimi komanda bu qədər pul xərcləyir, Neftçi pul xərcləyir, Qarabağ pul xərcləyir. Komandanın əziyyətini pusa verirsiniz. Ay sağ ol.
Əlavəniz yoxsa keçək Yoxdur, digər yox. oyuna. Bakı-Qəbələ görüşü bu oyunda da qalib müəyyənləşmədi. 1-1 hesablı heç-heçə qeydə alındı və bu oyunla bağlı video görüntülərimizi izləyək, sonra söhbətimiz davam edəcək. Bakı-Qəbələ görüşündə qalib müəyyənləşmədi. Həsən müəllim, stadionda gördünüz də, maşallah, işlər gedir. Tam düzəlib Bakının stadionu. Birazdan gələn mövsümü inşallah o gözəl stadionda oyunu izləyə biləcək O azarkeşlər. gözəl bazada sonra tamaşaçıların sayı artacaq ya yox Bəhruz? Artar inanıram. Çünki 500 tamaşa... Gözəl oyuna gəlirlər, gözəl şəraitə. Şəraitə gəlirlər. Karvandan gözəl şərait olan heç bir yer yoxdur. Futbol Ancaq olmalı Yevlax ki, sən də futbolsuz gəlir. qalıb. Ancaq Yevlax futbolsuz qalıb. Məsələ bunda gedir ki, Qaydaq Bakı... Bakı-Qəbələ oyunu konkret deyəndə bərabər qüvvəli komandaların oyunu idi. Qəbələdə axır vaxtlar elə bilirəm ki, biraz süstlük var idi. İndi buna bəziləri belə də deyir, torba tikmə əməliyyatı. Yəni, türk məşqçisi geçsin, Ramiz müəllim gəlsin. Ramiz müəllim gələndən də dedi ki, özü də etiraf elədi ki, mən xalı itirdim. Qazanmadım, itirdim. Bərabər səviyyəli komandaların oyunu idi, nəticədə belə olmalıdır. Bakı komandasında olan məşqçi, Starkovdan sonra olan məşqçi, bu da məşqçi, Bülent Qorxmaz da, hansını istəyən sayaq və heç biri özünü doğrultmayıb və komanda istədiyinə nail olub. Mən Bakı komandasına, Xəzər Lənkərana dediyim sözləri sizə də deyirəm. Azad müəllim, Bəli. əgər razısa, Bakı komandasına da şamil edirəm. Çünki orada Hafiz müəllim kimi gözəl insan var, gözəl xeyriyyətçi var. Və o da istədiyini ala bilmir. Maraqlıdırmı? Bəli. Çünki bəzən, bax, sizə bir misal çəkirəm. O, Bakı komandası. Bəlkə də yuxuların məhsuludur, xəyalımdır. Bir gün baxıram ki, Hafiz Məmmədov, Mübariz Mənsumov giriblər Bakının otağına, qapını döyüblər və deyiblər, uşaqlar, durun minin bizim təyyarəyə, gedək Azərbaycana. Sizin komandanın adını dəyişib qoyuram Xəzər Lənkəran. Burada 5 manat alırsınız, sizə 15 manat verəcəm. Gənc bir heyət, Bavariyaya, diz çöktürdü Bavariyanı. Kişi, Qançeronko nə dedi oyundan sonra? Dedi ki, pul futbol oynamır. Bavariyanın bir oyuncusunun dəyəri qədər mənim komandamın dəyəri yoxdur. Və mən bu günləri pullu komandaya pulsuz qalib gəldim. Məsələn, Zəngimiz var. Jurnalist Emin Abbasov xəttədir. Axşamın xeyir olsun, Emin. Axşamınız xeyir, Bəhruz bəy, axşamınız xeyir, hörmətli tamaşaçılar. Emin Abbasov tanınmış jurnalistlərimizdən biridir. Emin, sənin bu çempionatla bağlı fikrini bilmək maraqlı olardı. Bilirəm, oyunları yaxından izləyirsən. Sənin də fikirlərin bizim tamaşaçılarımız üçün, həm də mənim üçün, həm qonaqlar üçün maraqlı olardı. Buyur. Bəhruz bəy, təəssüf ki, bu çempionat bir qədər ürəyimizcə keçmir o baxımdan ki, yəni dünya çempionatı ilə bağlı oyunların əksəriyyəti tərəfdən, digər tərəfdən meydan sahibləri bəzən məcbur olurlar oyunları ya neytral stadionlarda keçirsinlər və ya məcbur olaraq səfərə getsinlər. Yəni bu baxımdan bir qədər ürəyimizcə deyil. Çünki sanki çempionatın bir sistemi itib. Yəni bu baxımdan biraz belə deyək, hardasa bir narazılıq var, azarkeşlərdə də var, yəni bir jurnalist kimi hardasa mənə də xoş gəlmir və indi də bildiyinizə görə, milliyə görə təxirə salma var ki, hətta Qarabağın baş məşqçisi Qurban Qurbanov bu barədə açıqlanan deyir ki, bu qədər fasilə heç də ehtiyac yox idi. Yəni bax, belə bir şeylər var. Konkret çempionatın indiki vəziyyətinə gəlincə, təbii ki, ola bilər ki, Timurun liderliyə yüksəlməsini çoxları gözləmirdi və Timur bugün məhdud güclə ilə ilk pilləyə yüksəlib. Amma mənim şəxsi qənaətimə görə mən inanmıram ki, Timur sona qədər bu üstünlüyü əldə saxlaya bilər. Hər halda mən elə düşünürəm ki, bu
sistem öz yerini tutandan sonra artıq komandalar öz hallarını toplamaya başlayacaq. Digər tərəfdən, yəni belə baxsaq, Neftçinin düzdür, hal-hazırda 9 halı var, amma tərəfə salınmış oyunlar da var. Digər tərəfdən Avroligada gərgin mübarizə aparır, hər halda böyük güc ora qoyurlar. Bu baxımdan mən düşünürəm ki, təxminən bir neçə turdan sonra, 3 turdan, 5 turdan sonra artıq turnir cədvəlində vəziyyət bir qədər dəyişəcək. Yəni hər halda Neftçi məncə yenə liderlik zirvəsinə qalxacaq. Yəni liderlik deyəndə mükafatlar sırasında birinci, ikinci və üçüncü pillələrə və digər komandalardan yenə Interdir, yenə misal üçün Xəzər Lənkəranın vəziyyəti bəlli deyil, amma zaman keçdikcə məncə Xəzər Lənkəran da xallarını toplaya biləcək. Yəni qeyri-adi bir şey görmür. Azal'la Timurğun ilk altılıqda olmayacağına dair suallar var. Çünki Bakı qeyri-sabit çıxış edir, Qəbələdə baş məşqçi dəyişikliyi var, amma hələ ki istədikləri qədər xal toplaya bilməyiblər. Bu baxımdan bax bir qədər belə deyək, mən elə düşünürəm ki, Azal və Timur komandalarının bir altılığa düşəcək. Bu isə o deməkdir ki, belə deyək, həmişə görməyə alışdığımız klublardan hansısa biri o altılıqda olmayacaq. İndidən düzdür, tezdir bu barədə danışmaq, amma hər halda mən elə düşünürəm ki, bu dəfə ilk altılıqda bir sürpriz komanda olmalıdır. Bu komanda Azal və ya Timur olacaq, indi çətindir bunu demək, amma hər ikisinin ilk altılığa düşəcəyinə inanmıram. Çox sağ ol Emin fikirlərinə görə, təşəkkürümü bildirəm səni. Jurnalist Emin Abbasov idi xəttə. Bakı komandasına nə qədər maliyyə dəstəyi var, amma oyun yoxdur. Vuran ayaq yoxdur. Və kimdən oynayır? Bax belə. Bakı-Qəbələ görüşlə bağlı fikirlərinizi bildirdiniz. Qaza, sən də qısaca istəyirəm bir jurnalist kimi fikrini bildirəsən. Yəni Həsən müəllim çox əhatəli danışdı əslində və yeni bir şey əlavə eləməyə düşünürəm ki, ehtiyac yoxdur. Bakı milyonların komandası Qəbələdə onun kimi və Ramiz müəllimin Qəbələdə çalışması bugün doğrudan da çox mən məqsədə uyğun hesab edirəm. Hər halda ona görə ki, Ramiz müəllim 4 il ərzində Qəbələdə çalışdığı dövrdə və buna yaradılan, yəni digər gəlmə məqsədləri yaradılan şərait əslində Ramiz müəllimə yaradılsaydı, bu günləri biz Qəbələni Avroliqa oyunlarında görə biləcəkdik. Və düşünürəm ki, Ramiz müəllim itirilən vaxtdan bir nəticə çıxarıb özü üçün, o mənada ki, daha da təcrübəsi artıb, daha da iş prinsipləri daha da möhkəmləşib və bu günlər o Qəbələni komandanın yarımçıq halda, yəni çempionatın bir müddət ötdükdən sonra qəbul etməsinə baxmayaraq, sonda uğurlu nəticəyə aparıb çıxara biləcək. 500 tamaşaçı izlədi bu görüşü. Bu maksimum göstəricidir. Sumqayıt oyununa keçməmişdən əvvəl zəngimiz var. Digər bir jurnalist bizə zəng edib. Pərviz Musayev. Axşamın xeyir olsun Pərviz. Hər vaxtınız xeyir olsun. Pərviz bizim tanınmış jurnalistlərimizdən biridir. Bu çempionatla bağlı, Azərbaycan çempionatına bağlı sənin də fikrini bilmək maraqlı olardı Pərviz. Hal-hazırda bizi izləyirsən sən də. Müzakirələrimizə qoşulardı. Salamlayıram hər birinizi, qonaqlarımızı, tamaşaçıları və çempionatla bağlı nə söyləmək olar? Təbii ki, çempionatda ən xoşagəlməz bir vəziyyət nədir? Oyunların təxirə salınması, vaxt dəyişikliyi falan, bütün bunlar hamısı müəyyən qədər əvvəlcədən planlaşdırılan bir şeyi sonradan dəyişməyin nə qədər ağır olduğunu hamımız yaxşı bilirik və müəyyən qədər qınamaq da bəlkə də istənir, yəni o təşkilatçılar da bəlkə istəməzdilər ki, nəyisə dəyişsinlər, amma hər halda hadisələr elə gətirib çıxartdı ki, yəni bu tez dəyişmələr, təxirə salmalar, bunlardan bularsız alınmır və bunu qeyd eləmək istərdim. Bəs Kamran Ağayevin bağışlanmasına münasibətin necədir? Xəzər Lənkərana yenidən qayıtmasına, Yunus Hüseynovun və klub rəhbərliyinin onun bağışlanmasına? Valla, mən açıq bir şey deyim, necə deyim, indi bir qədər düzgün səslənsin, sadəcə olaraq çox üzr istəyirəm bu deyəcəyim sözə görə. Loru dildə bilsək, heç kimin öncəməsin, Xəzər Lənkəran klubunun rəhbərliyinin Kamran Ağayev məsələsində ümumiyyətlə hansı məsələ qulluq eləməsi əlində mənim üçün anlaşılan deyil. Yəni, Kamran Ağayev, Xəzər Lənkəran müəyyən didişmələri bütün vaxtında gah deyilir komandanı uzaqlaşdırılır. Ondan 3 gün sonra xəbər çıxdı ki, yox, Kamran Ağayevlə müqavilə yeni müqavilə müddəti uzanılır. Yəni, bax, belə söz-söhbətlər o qədər olubdur ki, klub rəhbərliyi konkret olaraq hansısa bir məsələ, baş verin hansısa bu məsələlər bağlı, konkret bir mövqeyi ortaya qoymayıb, biz bilək ki, Xəzər Lənkəran rəhbərliyi Kamranla bağlı fikirləri planlar belə ibarətdir. Kamran Ağayevə gələcəkdir. Kamran Ağayevin əsas problemi onun dilidir. Azərbaycan səviyyəsi üçün yaxşı qapçıdır. Həqiqətən də Yaman oyunlarında dəfələrlə şahidi olmuşdur ki, elə son Portuqaliyanın oyunu götürəcək. Çox bıraxsın, amma nə qədər qoldan xilas edir. Yəni, bu qədər bu standart şablon sözləri çox istifadə eləmək istəməzdir.
Amma Kamran Ağayevin əsas pardon qeydlədim ki, onun dilidir. Yəni çox vaxt almaq istəmədim. Sadəcə olaraq bir məsələni, şahidi olduğum bir məsələni istəyirəm tamaşaçılarla bölüşür. Buyurun. Ötən seçmə mərhələdə Azərbaycan səfərdə Avstriyaya 0-3 hesabı ilə məğlub oldu. Hansı ki, ondan sonra gəlib Bakı Türkiyəyə 1-0 qalib gəldi. Yəni təsəvvür gətirin, Avstriyaya oyun komanda 0-3 uduzub. Yəni mən özüm də həmin o bir anda oyun izləyənlər arasındaydım. Oyun sonrası yəni orada olan jurnalistlərlə belə bir razılaşdıq ki, bəzi jurnalistlər, 2 jurnalist Nixonda futbolçularda müsahibə alsın, bəziləri isə dərhal mətbuat konferansında olsun və elə oldu ki, mən Nixonda qalası oldum. Bir gün futbolçularımız çıxırlar, Kamran Ağayev çıxdı. Kamran nə oldu, oyunla bağlı fikirlərini bildirdi və Türkiyənin oyunundan gözləyək. Kamran Ağayev bağlı deyəcəyim bir söz, bəlkə sizlər ildiyinizdə bir tərəfsüz yarada bilər. Kamran Ağayev çıxdı. Türkiyə görsəm ki, Türkiyənin oyunda uduzurub, mən davat alacağım. Elə durubdum, qaldım, Nəcüriyənin davat alacağım. Bəli, görsəm ki, Türkiyənin uduzurub, davat alacağım. Çox maraqlı. Gəldim, mətbuat konferansında işləkən jurnalistlərin yanına gəldim, soruşdular ki, Kamran nə deyil? Dedim ki, Kamran davat almaq hazırlaşır. Nəcür onlar da qaldılar. Dedim, bax, heç artıq heç demirəm, buyurun. Yəni, video kameraya çəkilir, led yazını qoydum, buyurun. Baxın, Kamran Ağayevin dediyi sözlər. İnşallah o kadrları biz səndən əldə edərik. Mənim üçün də çox maraqlıdır. Pərviz onları görmək, eşitmək, sənin də sözlərinə inanıram. Çox sağ ol, təşəkkürümü bildirəm. Ancaq bir sualım olacaq sənə. Karvan klubunun olmaması ilə bağlı fikirlərini bilərdik. Yüksək liqada, eləmi? Bəli, bəli. Ümumiyyətlə, Karvan klubunun dağılması ilə bağlı. Valla Karvan klubu ilə bizim uzun müddətli bir əməklə çalışdığım Lider televiziyasının uzun müddətli bir əməkdaşlığı olmuşdu. Bəli. Yəni hələ də indi rəhbərlik səviyyəsində yəni müəyyən təbii ki, xətir hörmət və münasibətlər qalır, amma həqiqətən çox təəssüflər ki, Karvan kimi bir komanda bu gün Azərbaycan çempionatında ya yüksək liqada, ya birinci liqada, yəni bir divizionda yoxdur. Karvanın ən azından o adamın UEFA futbolkarlarının, yəni o yarışda ilk mərdə keçən bir komandamızın olması, yəni özümün də həmin hadisələrin içində olmağım, yəni onlara yəni mən də UEFA klubunu keçirdim, Karvanla bir yerdə idim də. Həqiqətən də o çox gözəl vaxtlar idi, təəssüf ki, amma indi həmin komanda hazırda mövcud deyil, yəni çıxış eləmir. Pərviz xatırlayırsanmı Azal Karvan görüşünü? Azal Karvan 5-0. Yox, Karvan məğlub olmuşdu. İlk dəfə El televiziyasının oyun canlı şəkildə. Bəli, həmin onun yadında. Yadı xatırlayırsanmı? Bir daha xatırlatmaq istədim ki, yadından çıxmasın. Təşəkkürümü bildirəm zənginə görə. Azal deyildi, onda Olimpik idi. Olimpik Şuvalan idi. Ancaq bu vaxt. Olimpik Şuvalan. Əskər Abdullayev. Reportaj getmişlər. Bəli. Çox sağ ol zənginə görə fikirlərini bildirdi. Pərviz Musayev idi jurnalist. Keçək Simurq-Sumqayıt görüşünə. Bu görüşdə lider Simurq Zaqatala təmsilçisi öz meydançasında 1-0 hesablı qələbə qazandı. Zaqatala təmsilçisi Sumqayıtı Mirmay Safla məğlub etdi. Elmar, Simurqun çıxışı ilə bağlı fikirlərini bilmək maraqlı olardı. Mən Zaqatalada Gəncə azarkeşlərinin baş vermiş hadisələr yadıma düşürəm ki, Simurq oynayanda oyunlar vaxtı. Sən nə deyə bilərsən Simurqun çıxışı ilə bağlı? Simurq yaxşı komandadır. Hələ ki, Simurqu dayandırmaq olmur. Görək ki, hansı komanda Simurqu dur deyəcək. Mən orada bir dənə xoşuma gəlməyən oyuncu var bizim Gəncə azarkeşlərində, o da İlkin Qırtımovdur. Qırtımov var. Qırtımov qıra-qıra gedir. Qavanı saxlamaq. Onu Fox görmür.
Gedir Nazarov 3-cü liqadan Almaniyadan axtarır. Görək Buradan bura hansı Qırtımovu komanda Simurqu dayandırır. Bəs Azad sənin fikirlərini bilmək maraqlılardır. Həm Sumqayıtın çıxışı ilə bağlı, həm Simurqun Sumqayıt bildiyin kimi 2 görüşünü qələbə ilə başa vurdu. Həm Neftçini, həm öz meydançasında Qəbələni deyəsən məğlub etdi və Bakını üzr istəyirəm, Bakını məğlub etdi və Simurq səfərdə Simurqa liderə Mirmasapla məğlub oldu. İstənilən halda ötən illər nəzər salanda Simurq və Sumqayıt komandaları bu il daha kompleksləşib, daha da yəni komanda həm oyuncu seçimində belə deyək, üstün futbolçulara üstünlük verib və heyətləri əvvəlki kimi deyil. Sumqayıt əgər ötən ili yalnız gənclərə bel bağlayırsa, bu illəri rap başa düşdü ki, yəni ötən ilkinə baxmayaraq bu illəri uğursuzluq onun üçün bağışlanılmaz olacaq və ona görə də heyətə ən azından təcrübəli futbolçuları dəvət etdi. Bunlardan bir də Ceyhun Sultanov. Ceyhun Sultanovdur və digər də orada yəni təcrübəli futbolçular var. Xəyal Mustafayevdir, Samir Abbasovdur. Yəni yenilər ilk adını çəkdiyimiz futbolçulardır və bunların belə deyək yaşlılarla, təcrübəlilərlə gənclərin ansamblını düzəldir və hələ ki bu ansambl Rabın yazdığı notları meydanda ifa edə bilir. Və Simurq da yəni bir çoxları bunu sırf təsadüf adlandırır, amma hər bir təsadüf yaddan çıxarmayaq ki, hər hansı bir nəticədən doğan bir şeydir və Simurqun da bugün uğurlu çıxışı da müsbədə və təqdirə layiqdir və bu bir daha göstəricidir ki, kasıb büdcəsi az olan komandalar istəyəndə, həvəs olanda çempionatda nəsə edə bilərlər. Məşqçi əməyi və mənim üçün bir dənə bir şey maraqlıdır və biz hər il təbii ki, Simurq və Inter komandalarının belə deyək, doğma qardaş olduqları hamıya məlumdur. Düzdür, komanda rəhbərləri bunu danırlar, istənilən halda və bu artıq sübut olmuş bir faktdır. İndi Inter turnir cədvəlində Simurqdan aşağıdadır və Simurq çempionatın vahid lideridir. Mənim üçün maraqlıdır. Simurq Interlə qarşılaşanda bu dəfə kim kimə güzəşt edəcək? Hər dəfə Simurq 6 xal Interə verir. Və bu dəfə görəsən necə olacaq? Simurq yenə Simurq belə deyək, qurbanlıq qoyun olacaq, yoxsa... Sizdə böyük qardaş, kiçik qardaş yoxdur? Böyük qardaşı Interdir, yəni əksinə olacaq indi. Məsələ bundadır. İndi əksinə olacaq. Yəni bu mənim üçün çox maraqlıdır. Çox maraqlıdır və yenə də mən elə gəlirsi, o Sikradze güzəştə gedəcək böyük qardaşı. Çünki Sxadadze ilə Sxadzedə ikisi də Fərəzə böyüyün üstünə qayıtmaz. Nədir? Fərəzə böyüyün üstünə qayıtmaz. Sizdə kim qalib gəlir? Heç-hesə, onlarda da heç-hesə. Sizin aranızdakı mübahisə. İnanaq ki, Simurq rəngarənglik qatmaqda davam edəcək çempionata. Mən çox istəyirəm ki, Simurq sona qədər mübarizə keyfiyyətini saxlasın. Keçək digər oyunlarına. Rəvan, Inter və Neftçi Turan görüşləri. İki görüşü də biz verəcəyik və sonda 2 oyunla bağlı müzakirələrimiz olacaq. Rəvan, Inter görüşü. Rəvan öz meydançasında Interə 2-0 hesabla məğlub etmişdi. Neftçi isə dünən başlayan görüşdə Turanı məğlub etmişdi. Çox acınacaqlı bir halı mən xatırladacağım. 250 tamaşaçı izləyib bu heç bir yana. Ancaq sonda mən oyunla Neftçi Avropada tarixi yazır, 250 nəfər tamaşaçı izləyir. Yox, qınamaq lazım deyil. Çünki tamaşaçıların hamısı dünya çempionatına baxırlar. Ona görə yəni onu nəzərə almaq lazım. Olub, o stadionda olub, biz gedib ona baxmışıq, eləmi? Qızların oyunu işdən baxmışıq. Azarkeş həmişə zəif olub Neftçidə. Həmən oyunla bağlı süjetimizi izləyək, sonra söhbətimiz davam edəcək. Sadiqov və hakim 11 metrlik nöqtəni göstərir. Rəşad Sadiqova qarşı kobudluq elə cəzalanır. Anas Salmanovun işarəsi, Rəşad Sadiqov. Sadiqovun zərbəsi və top qapıdadır. 1-0. Oyunun 11-ci dəqiqəsində. Top meydandan çıxarmağı bacardı.
Cəl meydançasına doğru top ötürülür. Qapıya doğru zərbə və 2-0. Müdafiənin kobud səhvi və Neftçi komandası hesabı 2-0-dır. Ramos. İkinci dəfə yol tapıb bir epizodun təkrarını izləyirik. 26 nömrəli futbolçu. Pipiyanın birbaşa qapıya doğru zərbəsi və top qapıdan keçir. Top qapıdan keçir. Stamenkoviç'i səhv. Hörmətli tamaşaçılar, bununla da Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadiondan canlı yayım. Vaxt məhdudiyyətinə görə Rəvan Inter görüşünü və Neftçi Turan görüşlərini arda-arda verdik ki, bu oyunları qısaca müzakirə edək. Azad, iki görüşlə bağlı qısaca fikirlərini bilək. Rəvan Inter görüşündə, yəni Inter komandasının qələbə qazanacağını gözləmək olardı və belə də oldu. Rəvan rəhbərliyinin ümumiyyətlə çempionatla bağlı planları mənim üçün çox qaranlıqdır ki, komanda artıq yəni çempionatda 8 tur geridə qalıb 3-cü baş məqsədi ilə çalışır. Düşünürəm ki, çempionatı onlar 5-ci və yaxud 6-cı baş məqsədi ilə başa vuracaqlar. Neftçi Turan görüşündə isə Neftçinin qələbəsi şübhə doğurmurdu məndə. Diqqətindən yayınmadı ki, o Avropa Liqasının embleması. Bəli, biz yəni süjet edərkən siz onu diqqətimizə çatdırdınız. Düşünürəm ki, belə bir şey olmamalıydı, amma gəlin nəzərə alaq ki, biz uzun fasilədən sonra ilk dəfə Avroliqa oyunlarında qrup mərhələsində iştirak edir və futbolçulara başa düşmək olar ki, yəni futbolçular da təzə evdə uşağa və yaxud kimsə belə deyək, böyük təzə paltar alanda onu harasa əynindən çıxartmır, sevinir. Yəni Bakı futbolçularında harasa sevinclidirlər, ona görə yəqin belə geyinirlər. Turanla oyunda yəni düzdür, Turanın məğlubiyyəti hər halda Elmarın qanını qaraltdı. Bilmirəm, bəlkə də qaraltmadı, çünki Elmar həm Neftçiyə, həm Turana azarkeşlik edir. Bu insanın qəlbində hər üç kluba yer var. İndi özü deyər, yəni qanı qaraldı, nətər oldu, amma Neftçinin qələbəsi şübhə yeri qoymadı. Düşünürəm ki, yəni Neftçi onsuz da qələbə qazanmalıydı, amma hər halda Turanın mən ev oyunlarını çox izləmişəm. Bu oyunda mənə elə gəldi ki, Turan istənilən səviyyədə rəqibə qarşı müqavimət göstərmədi. Çünki Turan bundan yaxşı futbol oynaya bilərdi. Böyük qardaşa hörmət, necə deyər? Bəlkə də. Elmar, Turanın məğlubiyyəti təsir bağışladı sana. Yox, mənim üçün futboldur. Futbolda hər bir şey olar. Düşüncəlisən, ona görə sual verim sana. Yox, burada böyük qardaş, balaca qardaşı məğlub gəldi də. Burada nə var ki? Aslında bir dənə sözümün axırında demək istəyirəm ki... Sonda çünki Həsən mənim də fikirlə biləcəyik. Sözümün axırında qısa konkret demək istəyirəm ki, Böyük Hacıyev, biz deyirdi Inter keçəcəyik. İndi mən də demək istəyirəm ki, bir yaxda dedim sözümü, indi də deyirəm. Kəpəz nə Apoeldir, nə Partizandır. Bu Kəpəzdir və Mahmud Qurbanovdur. İnşallah biz qələbə. Çox sağ ol, Zəngin. Sonda mən rəqəmi deyirəm. Buyurun. Bir dənə qol vurub yerli futbolçu, ad günü olub Rəşad Sadiqov. O da penalti zərbəsini. O da penalti. Yerdə qalan 3, 5, 7 topu legionerlər. Bax, budur dəhşət. Budur bizim çempionatın panoraması, görünən tərəfi. Qaldı stadionlara gələn tamaşası 13 min. Bəlkə kimsə bizə zəng eləyəndə çox gözəl söz dedi. Nə birincilikdir, Babək edəyəz. Bu nə birincilikdir ki, cəmi 13 min tamaşası var. 6 oyunda 13 mini bölək görək, nə düşür? Onda 8 mini Gəncədə olub. 8 mini Gəncədə olub. 8 mini də Gəncədə olub. Bəli, çox olub, 8 min yazıb. 8 min də, yəni söhbət bundadır. Ona görə də Xudafizləşək, mənim fikirlərim Neftçi Turan haqqında olan da ki, bayaq dediyiniz sizin fikirlərinə razıyam ki, orada da böyük qardaş, kiçik qardaş amili var və böyüyə müəllim növbəti oyunlarda mənə elə gəlir, qalib gəlib daxili çempionatda Neftçi sözünü deyəcək. Çünki 5-6 oyuncu yerli olur. Çox, mən yenə təəssüflənirəm. Bir daha xatırlayım ki, o formalara baxanda Avropa Liqasının emblemasını gördüm. Ancaq bu Avropa Liqasının maçlarında bundan da təcrübəndə gedib Azalda ölkənin yığma komandasına Fox oyuncaqları.